belə deyək də, mənasını başa salmaq istəyirəm ki, dostlar. Yəni, bu qamışdan, bu qamışın fərqi ondadır ki, spinnikdə bu sistem olmur. Və katok altdan bağlanır, belə bir şey bağlanır və bundan sonra eyni formada istifadə edilir. Bu, belə deyək də, dədə-baba variantı. Amma digər variant, hansı ki, bu tətikləyici barmağımız görsə tuturum bura, buna bir yerə. Bunu da bunun üstüne montaj edirəm, sonra o şəkildə uzun məsafəyə atıram. Yaxşı, bunların hansı seçim bizə uyğundur? Belə bir sual da verilə bilər. Əslində, casting, spinningdən daha dəqiq atışlar üçün nəzərə tutulur. Çünki demək olar ki, mexanizmin, sistemin hamısı barmaqlarımız vasitəsilə hərəkəti, müəyyən hərəkətlilik, müəyyən istiqamət vermək, sonra Glityonkanın və ya da jirikanın